Bugün sizin üçün təqdim etdiyiniz mənbələrə əsaslanaraq çox xüsusi bir mövzunu detallı şəkildə araşdıracağıq. Söhbət Azərbaycan Konstitusiyasının 8-ci fəslindən gedir. Yəni, Naxçıvan Muxtar Respublikasına həsr olunmuş hissədən. Əlimizdə Konstitusiyanın məhz bu fəslinin maddələri var və bu, bilirsinizmi, sadəcə quru hüquqi mətin deyil. Əslində, Azərbaycan daxilində çox unikal bir idarə etmə modelinin, bir muxtariyyət formasının təsviridir. Məqsədimiz bu hüquqi çərçivənin Naxçıvan üçün nə məna verdiyini, onun statusunu və idarə etmə sisteminin əsas prinsiplərini sizin üçün aydınlaşdırmaqdır. Gəlin, bu maraqlı hüquqi quruluşu birlikdə təhlil edək. Bəli, həqiqətən də diqqətə layiq bir mövzudur, Naxçıvanın statusu. Konstitusiyada təsbit olunduğu kimi Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, bu özlüyündə çox maraqlı bir hüquqi konstruksiyadır. Muxtar dövlət, bu ifadə ilk baxışdan çox iddialı səslənir. Düzdür. Və bu statusun həm Naxçıvanın öz daxili idarə etməsinə, həm də onun mərkəzi hakimiyyətlə münasibətlərinə necə təsir etdiyini anlamaq vacibdir. Konstitusiyanın bu fəsli əslində muxtariyyət və inteqrasiya arasında qurulmuş, belə deyək, incə bir balans əks etdirir. O zaman gəlin elə bu balansın təməlindən başlayaq. Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusunu müəyyən edən maddə. İlk bənddə deyilir ki, Ənamer Azərbaycanın tərkibində muxtar dövlətdir. Dediyiniz kimi güclü ifadədir. Amma maraqlıdır ki, eyni maddənin 3-cü bəndində də Ənamerin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanır. Bu ikisi necə uzlaşır? Biri sanki müstəqillik kimi, digər isə tam inteqrasiya. Bax, bu əslində məsələnin özəyidir. Muxtar dövlət termini Naxçıvana özünün konstitusiyası, qanunverici, icra və məhkəmə orqanları kimi dövlətçilik atributlarına malik olmaq hüququ verir. Bu vacibdir. Lakin bu muxtariyyət mütləq deyil. Yəni, beynəlxalq hüquqdakı o suveren dövlət anlayışından fərqlənir. Ayrılmaz tərkib hissəsi ifadəsi isə bu muxtariyyətin sərhədlərini cızır. Yəni, Naxçıvanın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mövcuddur və onun suverenliyindən irəli gəlmir. İkinci bənddə bunu təsdiqləyir. Status məhz Azərbaycan Konstitusiyası ilə müəyyən edilir. Yəni, muxtariyyətin mənbəyi, legitimliyi Azərbaycanın əsas qanunudur. Deməli, bu bir növ dövlət içində dövlət deyil əslində. Daha çox Azərbaycanın vahid dövlət sistemi çərçivəsində xüsusi idarəetmə səlahiyyətləri verilmiş bir qurumdur. Belə başa düşdüm. Tamamilə doğrudur. Tam olaraq elədir. Bəs bu səlahiyyətlərin konkret hüdudları necə müəyyənləşir? Maddə 134-ün sonraki bəndləri deyəsən bu məsələyə aydınlıq gətirir, eləmi? Bəli. 4-cü və 5-ci bəndlər bu balansın praktiki mexanizmlərini göstərir. 4-cü bənd çox aydındır, çox konkret. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, prezident fərmanları və Nazirlər Kabinetinin qərarları Naxçıvan ərazisində məcburidir. Vəssalam, bu ümumdövlət qanunvericiliyinin aliliyini birmənalı şəkildə təsbit edir. Bu çox aydındır. 5-ci bənd isə əks istiqaməti tənzimləyir. Naxçıvanın öz konstitusiyası və qanunları Azərbaycan Konstitusiyasına və qanunlarına zidd ola bilməz. Eyni məntiq Ənamer Nazirlər Kabinetinin qərarlarına da şamil edilir. Onlar da Azərbaycanın ali hüquqi aktlarına uyğun olmalıdır. Bu, çox aydın bir hüquqi iyerarxiya yaradır, yuxarıdan aşağı. Bu iyerarxiya praktikada nə deməkdir? Tutaq ki, Naxçıvan Ali Məclisi müəyyən bir sahədə, məsələn, turizmlə bağlı bir qanun qəbul edir. Bu qanunun Azərbaycanda qüvvədə olan analoji qanundan fərqli müddəaları ola bilərmi? Yəni, ziddiyyət olub-olmadığını kim və necə müəyyən edir? Konstitusiya bu mexanizmi açıqlayırmı? Konstitusiya bu prosedur detallarını bilirsinizmi, birbaşa təsvir etmir. Amma 6-cı bənddəki Ənamer Konstitusiyasının təsdiqi mexanizmi ümumi prinsipi göstərir. Ənamer Konstitusiyası Ali Məclisdə qəbul edildikdən sonra Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilir və Konstitusiya qanunu ilə təsdiqlənir. Bu, öz-özlüyündə ən yüksək səviyyədə uyğunluğun yoxlanılmasını nəzərdə tutur. Deməli, təsdiq mexanizmi var. Bəli. Ənamer qanunu bunları Azərbaycan qanunlarına uyğunluğuna nəzarət isə adətən məhkəmə sistemi vasitəsilə, xüsusilə də Konstitusiya məhkəməsi, əgər bir mübahisə yaranarsa və ya qanunvericilik prosesindəki razılaşdırma mexanizmləri ilə təmin oluna bilər. Əsas məsələ odur ki, ziddiyyət yarandığı təqdirdə Azərbaycanın ümumi qanunvericiliyi üstün tutur.
Bu, muxtariyyətin geniş olmasına baxmayaraq, onun Azərbaycanın vahid hüquq məkanına tam inteqrasiyasını təmin edir. Aydındır. Yəni həm özünə məxsusluq var, həm də vahid sistemə tabeçilik. Çox maraqlı balansdır. İndi gəlin bu Muxtar Respublika daxilində hakimiyyətin necə bölündüyünə baxaq. Maddə 135 bu barədədir. Klassik bölgü prinsipi tətbiq olunurmu burada? Bəli, maddə 135-in birinci bəndi klassik hakimiyyət bölgüsünü təsbit edir. Deməyi, qanunvericilik hakimiyyəti Ali Məclis, icra hakimiyyəti Nazirlər Kabineti və məhkəmə hakimiyyəti Enemir məhkəmələri. Ancaq burada da ikinci bənd, baxın, mühüm bir məqamı vurğulayır. Bu orqanların müstəqilliyi mütləq deyil. Yəni, necə deyim? Yenə o çərçivə məsələsi. Bəli, tamamilə. Onlar Azərbaycan Konstitusiyası və qanunları, icra hakimiyyəti üçün əlavə olaraq prezident fərmanları da var. Bunlarla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müstəqildirlər. Yenə də görürük ki, muxtariyyət daxilindəki hakimiyyət qolları belə öz fəaliyyətlərini Azərbaycanın ümumi hüquqi və siyasi sistemi daxilində həyata keçirməlidirlər. Bu çərçivədə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimdir? Maddə 136 çox qısadır. Lakonik şəkildə bildirir ki, bu, Ali Məclisin sədridir. Niyə məhz qanunverici orqanın rəhbəri? Bu, idarəetmə modelinə hansı xüsusiyyəti verir sizcə? Bu maraqlı bir seçimdir əslində. Adətən, bəzi muxtar qurumlarda icra hakimiyyətinin başçısı, məsələn, baş nazir və ya hökumət başçısı ali vəzifəli şəxs hesab oluna bilər. Lakin burada qanunverici orqanın, yəni Ali Məclisin sədrinin ali vəzifəli şəxs olması idarəetmə modelinə müəyyən dərəcədə parlamentar xarakter verir. Bu, onu göstərir ki, Yəni, Ali Məclisin rolu daha önəmli vurğulanır. bəli, demək olar. Bu, həm də Ali Məclisin Muxtar Respublikanın idarə etməsində mərkəzi rol oynadığını göstərir. Eyni zamanda biz indi sonraki maddələrdə görəcəyik ki, Ali Məclis sədrinin mərkəzi hakimiyyətlə, xüsusən də prezidentlə birbaşa əlaqəni təmin edən funksiyaları da var. Məsələn, yerli icra başçılarının təyinatı üçün təqdimat vermək kimi. Elə isə gəlin birbaşa Ali Məclisin özünə keçək. Maddə 137 onun tərkibini 45 üzv və səlahiyyət müddətini 5 il müəyyən edir. Daxili strukturunu da təsvir edir. Sədr, müavinlər, komissiyalar, bunlar kifayət qədər standart parlament qaydalarıdır. Amma əsl maraqlı məqamlar yəqin ki, onun səlahiyyətlərindədir. Maddə 138 və 139 bu səlahiyyətləri sadalayır. Düzdür. Maddə 138 Ali Məclisin hansı məsələlər üzrə ümumi qaydalar müəyyən etdiyini göstərir və bu məsələlər üzrə Ali Məclis məhz qanunlar qəbul edir, qanun. Siyahıya bir diqqət yetirək sizinlə. Ali Məclisə seçkilər, vergilər, iqtisadi inkişaf istiqamətləri, sosial təminat, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm, mədəniyyət. Bu, görürsünüz ki, Muxtar Respublikanın daxili həyatının tənzimlənməsi üçün kifayət qədər geniş bir səlahiyyət sahəsidir. Bu, Naxçıvana öz yerli xüsusiyyətlərini, ehtiyaclarını nəzərə alaraq qanunvericilik formalaşdırmaq imkanı verir. Bu, ümumi qaydalar müəyyən etmək ifadəsi ilə qanun qəbul etmək arasında bir fərq varmı, yoxsa eyni mənanı verir? Və bu sahələrdə qanun qəbul etmək səlahiyyəti Naxçıvana nə dərəcədə real sərbəstlik verir? Məsələn, vergilər mövzusu. Naxçıvan Azərbaycanın digər bölgələrindən tamamilə fərqli bir vergi sistemi tətbiq edə bilərmi? Yoxsa bu səlahiyyət daha çox yerli vergilərin, rüsumların müəyyən edilməsi ilə məhdudlaşır? Maraqlı sualdır. Ümumi qaydalar müəyyən etmək ifadəsi adətən çərçivə qanunvericiliyini işarə edə bilər. Yəni, Ali Məclis əsas prinsipləri, istiqamətləri müəyyən edir, detallar isə icra hakimiyyəti aktları ilə tənzimlənə bilər. Lakin maddənin ikinci bəndi bu məsələlər üzrə məhz qanunlar qəbul edildiyini vurğulayır. Sərbəstlik məsələsinə gəlincə, burada yenə o bayaqki məhdudiyyət qüvvədə qalır. Maddə 134, 5-ci bənd. Yəni, Azərbaycan qanunlarına zidd olmamaq şərti. Bəli. Enemar qanunları Azərbaycan qanunlarına zidd ola bilməz. Bu o deməkdir ki, Naxçıvan, məsələn, ümumdövlət vergi sisteminə, tutaq ki, ADV-yə, mənfəət vergisinə zidd olan tamamilə alternativ bir sistem qura bilməz. Bu mümkün deyil. Lakin müəyyən edilmiş çərçivə daxilində yerli vergilər üzrə, məsələn, əmlak vergisi, torpaq vergisi, bunlar üzrə fərqli dərəcələr və ya güzəştlər müəyyən edə bilər. Yaxud iqtisadi inkişaf üçün spesifik stimullaşdırıcı proqramlar qəbul edə bilər.
Bu səlahiyyət yəni tam müstəqillik verməsə də, Naxçıvana öz regional prioritetlərini həyata keçirmək üçün müəyyən imkanlar yaradır. Deməli, bu səlahiyyətlər daha çox adaptasiya xarakteri daşıyır. Yerli spesifikanın nəzərə alınması üçündür, aydındır. Bəs maddə 139-da sadalanan məsələlər. Orada artıq qanunlardan deyil, Ali Məclisin qəbul etdiyi qərarlardan söhbət gedir. Bunlar hansı məsələlərdir? Maddə 139 daha çox Ali Məclisin təşkilatı və nəzarət funksiyaları ilə bağlıdır. Belə deyək, onun öz daxili işləri və icra hakimiyyətinə nəzarəti bura daxildir. Ali Məclisin öz işinin təşkili, yəni daxili prosedur məsələləri. Sonra, Enemir büdcəsinin təsdiqi. Bu, icra hakimiyyətinə nəzarətin klassik formasıdır. İqtisadi və sosial proqramların təsdiqi. Və çox mühüm səlahiyyətlər. Baş nazirin vəzifəyə təyin və azad edilməsi. Nazirlər Kabinetinin tərkibinin təsdiqi. Və Nazirlər Kabinetinə etimad məsələsi. Göründüyü kimi, Ali Məclis icra hakimiyyətinin formalaşmasında və onun fəaliyyətinə nəzarətdə çox ciddi rol oynayır. Bu da onun Muxtar Respublika idarə etməsindəki o mərkəzi mövqeyini bir daha təsdiqləyir. Elə isə gəlin icra hakimiyyətinə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə keçid alaq. Onun formalaşması prosesi necədir? Maddə 140 bu barədə məlumat verir. Xüsusilə baş nazirin təyinatı məsələsi çox maraqlı görünür. Təsvir olunur. Tərkibin təsdiqi parlamentar sistemlərə bir qədər bənzəyir. Baş nazir təklif edir, Ali Məclis təsdiq edir. Bənd ay. Lakin baş nazirin özünün təyinatı prosesi. Bax bu, muxtariyyətin mərkəzlə əlaqəsini çox aydın göstərir. İkinci bəndə əsasən baş naziri Naxçıvan Ali Məclisi təyin edir. Amma bu necə baş verir? Azərbaycan Respublikası prezidentinin təqdimatı əsasında. Təqdimat əsasında. Yəni prezident namizəd göstərir. Tam olaraq. Yəni baş nazir postuna namizəd, mərkəzi hakimiyyət, yəni prezident tərəfindən irəli sürülür, yerli qanunverici orqan, yəni Ali Məclis isə onu təsdiq və ya rədd edir. Bu mexanizm, görürsünüz, həm mərkəzin təsirini təmin edir, həm də Muxtar Respublikanın qanunverici orqanına yekun qərar hüququ verir. İkili bir mexanizmdir. Həqiqətən də mərkəz və muxtariyyət arasında bir növ razılaşma tələb edən bir prosedur kimi görünür, çox maraqlıdır. Bəs Nazirlər Kabinetinin əsas funksiyaları nələrdir? Maddə 140-ın 3-cü bəndi bunları sadalayır. Funksiyalar əsasən klassik icra hakimiyyəti vəzifələridir, yəni gözləniləndir. Enayər büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim etmək, təsdiqlənmiş büdcəni icra etmək, Ali Məclis tərəfindən təsdiq edilmiş iqtisadi və sosial proqramların həyata keçirilməsini təmin etmək. Bunlar standartdır. Ancaq burada da diqqət çəkən bir məqam var. Bəndin sonunda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. Aha, yenə prezidentin rolu. Bu, prezidentin Enemerin icra hakimiyyətinə birbaşa tapşırıqlar vermək və müəyyən məsələlərin həllini ona həvalə etmək səlahiyyətini göstərir. Bu da mərkəzi hakimiyyətin Muxtar Respublikanın, belə deyək, gündəlik idarə etməsinə təsir imkanlarını bir daha vurğulayır. Nazirlər Kabineti öz fəaliyyətində qərarlar və sərəncamlar qəbul edir. Bənd 4. Və nəhayət yerli idarə etmə səviyyəsi. Naxçıvan daxilindəki rayon və şəhər icra hakimiyyətlərinin başçıları necə təyin olunur? Maddə 141 bu prosesi izah edir. Görünür, burada da mərkəzi hakimiyyətin rolu var, eləmi? Bəli, elədir. Maddə 141-ə əsasən, yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının prezidenti təyin edir. Bu aydındır. Lakin bu təyinat necə olur? Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında həyata keçirilir. Deməli, Ali Məclis sədri təqdim edir, prezident təyin edir. Bəli. Bu, belə deyək, 3 pilləli bir prosesdir. Muxtar Respublikanın ali vəzifəli şəxsi, Ali Məclis sədri namizədi təqdim edir, mərkəzi hakimiyyətin başçısı prezident isə son təyinatı həyata keçirir. Bu mexanizm həm Naxçıvanın rəyinin nəzərə alınmasını təmin edir, təqdimat vasitəsilə, həm də yerli idarə etmədə son təyinat səlahiyyətinin mərkəzdə qaldığını göstərir. Bu, yenə də o bayaqdan bəri danışdığımız muxtariyyət və mərkəzi nəzarət arasındakı balansı əks etdirən bir nümunədir. Ümumiləşdirsək, hansı əsas nəticələrə gələ bilərik? Və mənə elə gəlir ki, əsas mesaj budur. Naxçıvan xüsusi,
konstitusiya ilə təmin edilmiş muxtar statusa malikdir. Bu faktdır. Lakin bu muxtariyyət Azərbaycanın vahid dövlətçiliyi çərçivəsindədir, onun qanunvericiliyinə tabedir və mərkəzi hakimiyyət orqanları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Yəni, özünün qanunverici icra və məhkəmə orqanları olsa da, onların fəaliyyəti, hətta bəzi hallarda formalaşması belə mərkəzi hakimiyyətin iştirakı və nəzarəti ilə tənzimlənir. Bir növ ikili sistemdir. Tamamilə doğrudur. Çox gözəl ümumiləşdirdiniz. Bu, konstitusiya fəsli Naxçıvan üçün bir növ ikili təbiət müəyyən edir. Bir tərəfdən, daxili məsələlərin həllində müəyyən sərbəstlik və özünəməxsus idarəetmə strukturları. Digər tərəfdən isə Azərbaycanın vahid hüquqi, siyasi və idarəetmə sisteminə tam inteqrasiya. Bu model, baxın, nə tam unitar idarəetmədir, nə də klassik federasiya. Bu, Azərbaycanın özünəməxsus şəraitində formalaşmış spesifik bir muxtariyyət formasıdır. Konstitusiya bu modelin hüquqi əsaslarını qoyur. Amma real həyatda necə işləməsi ayrı məsələdir. Bəli, onun real həyatda necə işləməsi, bu balansın necə qorunması, müxtəlif səlahiyyətlərin praktikada necə reallaşdırılması, bu artıq davamlı bir prosesdir. Hüquq bir şeydir, onun tətbiqi başqa. Bütün bu təhlildən sonra sizin üçün, əziz dinləyici, bir neçə düşüncə istiqaməti ortaya çıxır. Məsələn, Konstitusiyada təsbit olunmuş bu hüquqi çərçivə Naxçıvanın o özünəməxsus coğrafi və siyasi şəraitinə nə dərəcədə uyğundur? Bu modelin üstünlükləri nədir? Məsələn, yerli problemlərə daha çevik reaksiya vermək imkanı ola bilər. Bəs potensial çətinlikləri, məsələn, səlahiyyət bölgüsündəki bu mürəkkəblikdən hansısa anlaşılmazlıqlar yarana bilərmi? Və ya başqa bir sual üzərində də düşünmək olar. Ali Məclisə verilmiş o qanunvericilik səlahiyyətləri, vergilər, sosial təminat, iqtisadi inkişaf və sair sahələrdə, bunlar real həyatda Naxçıvan üçün Azərbaycanın digər bölgələrindən fərqli bir sosial-iqtisadi mühit yaradırmı? Yəni, bu səlahiyyətlərdən istifadə edərək qəbul edilən spesifik qanunlar, proqramlar Naxçıvanda yaşayan insanların gündəlik həyatına və bölgənin inkişafına nə kimi konkret təsirlər göstərir? Bu, konstitusyon dizaynının praktik nəticələri nələrdir? Bunları qiymətləndirmək, yəni hüquqi mətnin təhlilindən sonraki vacib addımdır. Bu dinamiklər zamanla necə dəyişə bilər? Bax, bu kimi məsələlər üzərində düşünməyə dəyər. Bu dərin təhlildə bizimlə olduğunuz üçün təşəkkür edirik. Ümid edirik ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyasındakı yeri və statusu barədə təqdim etdiyiniz mənbələr əsasında apardığımız bu araşdırma sizin üçün faydalı oldu və mövzuya dair daha aydın təsəvvür yaratdı.